Fazıl müəllim, bir sualımız var. Deputatlar Milli Məclisdə nə iş yarayırlar? Kimsiniz siz? Məhəmməd Mirzəli. Əvvəla bir anormal olmayan, ağlı başında olan adam ikinci soruşur ki, sizin suala cavab verməyə vaxtınız var, yoxdur. Siz Milli Məclisin bəs millət vəkilsiniz. Millət vəkili həmişə vaxtı olmalıdır. Nə dəxli var ki, birinci telefona götürən insan birinci müraciət edərsə onu soruşar. Əgər o tərbiyəniz yoxdursa, başqasına zəng. Fazıl müəllim, bizim o tərbiyəmiz var ona qədər. Sadəcə sizə sualımız bundan ibarətdir ki, Milli Məclisdə nə iş yarayırsınız? Axı siz millət vəkilisiniz, söndürdü. Necə olur ki, bəs siz ayda 7.000-8.000 manat pul apiyə bilirsiniz, vətəndaşın bu sualını cavablandıra bilmirsiniz? Sən atan da ay Fazil, ambank açdırmışdı özünə Naxçıvanda. Sən atanın ləqəbini bütün Naxçıvanlılar yaxşı bilir. Am Qəzənfər. Bunu niyə danırsan ki sən? Sən deyildin Milli Məclisdə mənasız söhbətlər eləyən. Hə? Ay atasının adı Am Qəzənfər olan Fazil Mustafa. Sən gəlmirsən indi bizə mədəniyyətdən bəhs edirsən? Sən mədəniyyətsizsən ki, illərlə deyil, Milli Məclisdə oturmuşsan, xalqın gəlirlərini sömürürsən, tozsoran kimi yeyirsən, amma xalq üçün heç bir şey etməmsən. Xalqın yaralı barmağına bint ola bilməmsən. İndi gəlmirsən burada mədəniyyət bizə baş sarırsan, mədəniyyət dərsi keçsən. Sən özünə mədəniyyət dərsi keçmək lazımdır. Az öncə dediyim sözlərə görə. Az öncə bəhs etdiyim məsələlərə görə. Milli Məclisdə oturmuşsunuz, harın məmurlarsınız hamınız, xalqı vecinə almırsınız. Sonra söyləndə də təhqir ona deyirsiniz, bizə nə söylədilər? Təbii ki, söyləyəcəksiniz. Təbii ki, xalq sizi təhqir eləyəcək. İndi isə Milli Məclisin ən tanınmış və ad çıxarmış, Avropadan gələn deputatların otağına qız göndərən Səməd Seydova zəng edirəm. Yəni Pezevəng Səmədə. Görək, Pezevəng Səməd nə cavab verəcək? Bu nömrəyə zəng çıxmış. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Deyəsən Fazil Mustafa'ya zəng elədim. O da bütün deputatlara xəbər verir ki, telefonlarınızı söndürün, Məhəmməd sizə zəng eləyəcək. Yadınıza gəlirsə, marketdən bir uşaq çörək götürmüşdü, imkansız ucbatından və polislər onu həbs etmişdi. Sonra Rasim Musabəyli çıxdı, dedi ki, oğrunu tutarlar da. O uşağa belə qəhmər çıxmadı millət vəkili olaraq. İndi həmən bu dəyyusa zəng eləyək görək Milli Məclisdə nə iş yarayır? Zaten nə iş yaradığını bilirik də. Görək nə iş yarayır? Özünə cavab verəcək. Aç. Alo. Salam Rasim müəllim, necəsiz?